Vəhdət-i vücud konsepsiyası, nəzəriyyəsi İslam düşüncəsinin ən orijinal nəzəriyyələrindən biridir, deyə bilərik. Vəhdət-ül vücud, vəhdət bizim dilimizdə də mövcuddur, birlik deməkdir. Vücud isə varlıq deməkdir. Biz bugün vücudu başqa mənada işlədirik, amma qədim zamanda vücud deyərkən ərəb dilində varlığı nəzərdə tutulur, ümumiyyətlə varlığı. Beləliklə, vəhdət-ül vücud varlığın birliyi deməkdir. Bu nəzəriyyəyə görə vücud, yəni varlıq təkdir. O da sadəcə Haqq Taalaya aiddir. Tək olan varlıq haqdır. Ondan qeyrisi bu sözü, yəni varlıq sözünü, varlıq anlamını daşımır. Onlar üçün biz varlıq sözünü işlədə bilmərik. Varlıq sözünü işlədə bilmərik, yoxsa məcazi mənada işlədirik bunları? Vəhdət-i vücudun əsas sütunu bu müddəadan ibarətdir ki, varlıq olmaq baxımından, mütləq olaraq varlıq sadəcə və sadəcə haqdır. Haqdan başqa hər şey xəyaldan ibarətdir. Haqqın yanında. Digər varlıqların bəs statusu nədən ibarətdir? Bu nəzəriyyənin, belə deyim, banilərindən sayılan Muhiddin İbn Arabinin Əl-Fütuhatül Məkkiyyə əsərində girişində çox məşhur bir müqəddiməsi var. Müqəddimədə İbn Arabi belə deyir ki, Elhamdülillahilləzi əvcədəl aləmə min ədəmin və ədəmihi. Aləmi yoxluqdan və yoxun yoxluğundan yaradan Allaha həmd olsun. Yoxluq aydındır, bəs yoxun yoxluğu nədir? O riyaziyyatda mənfi, müsbət. Yoxun yoxluğu varlıqdır. Bu, digər dediyimiz, Tanrıdan qeyri olan, Haqdan qeyri olan varlıqlar bir mənada vardırlar, bir mənada yoxdurlar. Necə bir mənada vardırlar, bir mənada yoxdurlar? Məsələn, nəticə etibarilə bütün bizim Tanrıdan qeyri, yəni aləm demək, Tanrıdan qeyri olan hər şey üçün istifadə olunur. Aləm, Tanrının əzəli elmində və ya istəyirsiniz, belə deyək, ayan-ı sabitə, daha texniki termindən, Haqqın o elmində olan o ayan-ı sabitə, yəni bütün aləmin Allahın elmində mövcud olması, onun bir başlanğıcı yoxdur. Mövcud olan hər şey Allahın elmində, Tanrının elmində var. Tanrının elmində mövcud olmağa baxımından mövcuddur. Elmdə mövcud olmaq baxımından ona var sözünü işlədə bilərik. Amma bir baxımdan da Tanrı ilə xüsusən müqayisə edildiyimizdə yoxdur. Belə, yəni, əvcədəl aləmə min ədəmin və ədəmihi yoxluqdan, dediyimiz kimi, onların o zatı etibarilə, yəni o varlıqlara biz baxdığımızda onların bir vücudu yoxdur.